Dostlar, yepyeni videoyla karşınızdayım. Anam valideymden cez aldım bunu çünkü ben şikayete göre aldım telefonu. 868 pərdədə 868 saylı Qaçqınlar qəsəbəsindən deyirəm. Polisdir falan kimdirsə gəlsin biraz bura baxsın. Həqiqətən də itlərdir. Hər gəlib gedən öz itlərini gətirib itli falan da hamısını yığıb. Yəni qısaca belə bir itdi pişikdi. Yani bunların elinden biz rahat yaşaya bilmirik. Bak belə göstereyim. Yani şimdi bu qəsəbənin kimdirsə gəlsin bir burada baxış eləsin, baxış keçsin. Həqiqətən də qorxuruq ya, rahat yaşaya bilmirik. İtdi pişikdi. Baxın dəfələr arxasında hətta it də var. Dəfələrlə qovmuşuq. Zır paket tapmışıq. Zır paketlərlə partlatmışıq ama heç bir şey yoktu. Her yer itdi. Onun blokun qabağı, bunun blokun qabağı. Çox gedəməm it falancıma. Üstümə yəni baxın belə göstərim adamı. Dostlar və belə göstərim. Baxın belədir. Yəni həqiqətən də yaşamaq olmur. Mən hazır ora getməyə belə qorxuram. Yəni tam rahat yaşaya bilmirik. Baxın. İtlərdə mən hazır çox yaxın gedəmədim. Bura qədər. Xahiş eləm kim tanıyırsam, zəhmət olmasa deysin, yəni həqiqətən də rahat qala yaşaya bilmirik. Kim bilirsə biri getsin polisə xəbər versin, biri getsin nə bilim bu itlərin əlindən yaşaya bilmirik. Gəlsin bu itləri götürsün, YouTube kanalımda paylaşacağım, TikTok kanalımda da paylaşacağım. Oturup biriniz baxarsınız yəni short videolarda. Oturup paylaşacağım, baxarsınız. Allah'a and olsun rahat qala da belə bilmirik. Çünkü her 2 dəqiqədən bir bizə də. Baxın orada belə it var. Baxın bu qara rəngi deyilən. Yaxınlaşdırmışam. Baxın o. İnsan keçirdi. Həqiqətən sağımdan, solumdan, arxamdan, qabağımdan belə qorxuram. Baxın. Bir dənə də səbir elə bir şey görsəm, o ayağa qalxmış it. Mən bir dəfə də bacıma cumufdu. Çox adama cumufdu. Çobancıdır, çobancını tanıyıram. Bu qabaqda qalırlar. Orada qalırlar. Hər dəfədə gəlir şey eləyir. İtlərini yığır, gətirir bura. Baxın vaxtda da biri yatır. Görürsünüz. Görürsünüz necə alçaqlar. Daha da Allah qoyumlar. Hələ başqa idi. Neydi? Elə bir adit var idi. Onun belə rahat yaşaya bilmirik. Biri geçsin polisə xəbər versin. Allah'ın da olsun rahat qala bilmirik. Gəzdi onun qabağına uşaq çıxdı. Uşaq da gəlib bunu çözür. Xoşuna gəlir. Həmin o uşağın üstünə cuma bilər. Yoxsa zəhmət açın. Biri bunu deysin də həqiqətən çox qorxuram. Ona var. Onun gözünə, zadına. Pis deyil, itdi. Xaş yəni biri getsin. Xəbər versin də bu. Hələ sonra sağ olun, salamat qalın. Bunların hamısını şikayət eləyərsiniz. Baxın, hazır mən gedəməyəcəm. Şikayət edin.